bizə loqaritmik funksiya verir və bunun təyin oblastını soruşur. Biz bilirik ki, loqaritmik ifadənin, yəni funksiya şəklində verilibsə, əsası 1-dən fərqli olmalıdır. Yəni 29 çıxılsın 2x fərqli olmalıdır 1-dən. Və buradan da alıram ki, 2x bərabərdir 28-ə və x fərqli olmalıdır. Daha doğrusu 14-dən. Digər bir tərəfdən, loqaritmanın həm əsası, həm də özü 0-dan böyük olmalıdır. Yəni 29 çıxılsın 2x böyükdür 0-dan, eyni zamanda 8x çıxılsın 16 böyükdür 0 şəklində olmalıdır. Buradan da birincidən alıram ki, 14 tam onda 5 böyükdür x-dan alınır. Digərində isə alıram ki, x böyükdür 2-dən. Və bu həlləri birləşdirsək nə alırıq? Deməli, x-imiz 2, 14 birləşir. 14, 14 tam onda 5 arasından ədədlər olmalıdır ki, loqaritmanın bütün xassələrini ödəmiş olsun.